Dostlar, bu gün sizə telefon səsini artırmağı göstərəcəm. Gəlin başlayaq. İlkin olaraq telefonunuzda Google Play Store-a daxil olmalısınız. Sizə bir proqram yüklətdirəcəm. Bunu yükləyəcəksiniz, fərqi görəcəksiniz. Baxın, altta axtarış bölümünə keçin və bu çubuğu açın burada. Axtarışa Volume Boost olaraq yazın. Görəcəksiniz ki, ən üstdə bir qırmızı loqolu proqram çıxacaq. Budur. Baxın, üstdə olan 3 dənə proqramdan çəkinin, çünki onlar sponsordur. Biraz aşağı çəkin, görəcəksiniz ki, bu qırmızı səs işarəli olan proqramdır. Yükləyin deyin, bu yüklənəcək telefonunuzun yaddaşına. Mən də baxın, gördüyünüz kimi telefonuma yükləmişəm. Elə sizinlə birlikdə girirəm proqrama və nəzərinizdə saxlayın ki, baxın proqram açıldı və arxa planda da işləməyə başladı və ən üstdə bildiriş olaraq düşdü bu bizdə. Burada deməli baxın gördüyünüz kimi volume 100% göstərir. Baxın bu ən üstdəki, bizim telefonumuzun səs səviyyəsidir. Baxın misal üçün aşağı saldım, gəlib buradan idarəetmə mərkəzindən baxıram, səs səviyyəsi aşağıdır burada. Amma bunu fullləsəm misal üçün görəcəksiniz ki, yenə səs səviyyəsi yüksəkdir. Yəni bu bildirir ki, telefonumuzun orijinal kodudur. Amma altdakı isə boost olaraq yazılan, yəni 23% olan bu bizim telefonumuzun boost səsidir. Yəni yüksəldilmiş, artırılmış səsi bildirir. Yəni bunu necə yoxlaya bilərsiniz? Girin internetdən bir mahnı qoşun, YouTube-dan falan bir mahnı qoşun, yoxlayın. Yəni bu ən üstdəkini full saxlayın. Bu telefonunuzun maksimum səsi olmuş olacaq. Daha sonra boost bölümünü də artırdığınızda görəcəksiniz ki, hələ də arta gedir. Yəni maksimumun üstünə çıxmış olur. Bu da səsin artmasına səbəb olur. Amma dostlar, tövsiyəm odur ki, bunu gəlib belə fullləməyin, yəni tam ikisini də full saxlamayın. Çünki bu telefonunuzun kolonkalarının cırılmasına səbəb ola bilər. Bu da cırılsa, əlbəttə ki, səsin xışıltılı çıxmasına və yaxud da ümumiyyətlə səs çıxmamasına səbəb ola bilər. Buna diqqət edin. Saxlayacağınız səviyyə 50-40 aralığında səviyyədir. Çünki burada baxın 60 səviyyədir maksimalisi. Siz bunu saxlayın, 35, 40, 50 bu aralarda saxlayın. Çox yüksək etməyin, bu da telefonunuza ziyan vura bilər. Bunu nəzərinizdə saxlayın. Və dostlar, proqramdan çıxsaz belə, yaddaşdan təmizləsəz belə, baxın mən bu dəqiqə çıxdım, yaddaşdan təmizlədim. Amma hələ idarəetmə mərkəzindən, yəni bildiriş panelindən getmir bu. Bu uzun müddətlərlə də burada qalacaq. Bundan çıxmaq üçün Stop Service deyə bir şey var. Buna basın, sonra OK deyin. Avtomatik olaraq proqram arxa planda işləməyi dayandıracaq və çıxacaqdır birbaşa. Buradan da gəlin təmizləyin. Proqramı da bu formada söndürə bilərsiniz. Bunu da göstərdim ki, lazım ola bilər. Gəlin də digər vacib üsullarımızı göstərim. Bəli dostlar, YouTube-da musiqi dinləyərkən bildiyiniz kimi YouTube-un da musiqi səs səviyyəsi azdır. Bunu da yoxlamağınızı tövsiyə edirəm. Yəni YouTube-da bir mahnı qoşun. Daha sonra o mahnına gedin, Spotify-da və yaxud da başqa bir musiqi dinləmə platformunda qoşun. Görəcəksiniz ki, YouTube-da səs səviyyəsi azdır. Səbəb odur ki, YouTube səs səviyyəsini premiuma görə az qoyur. Bunun da səbəbi, yəni premiuma siz pul verəsiz, o premiumla səs səviyyəsini artırasınız deyədir. Ona görə də YouTube-da mahnı səsləri az gəlir. YouTube-dan dinləməyin. Gedin ya Spotify-dan dinləyin, ya da YouTube Music deyə bir proqram var. Burada da eynən YouTube-dakı mahnılar var. Qoşub buradan da dinləyə bilərsiniz. Görəcəksiniz ki, səs səviyyəsi YouTube-dakına nisbətən fərqlidir. Bunu dedim ki, yəni telefondan musiqi dinləyənlər var, bundan xəbəri olsun. Daha sonra telefonun iç ayarlarından sonra xarici ayarlar da var. Bu ayarlar da odur ki, telefonun kolonkalarını təmizləməkdir. Baxın, telefonun üst tərəfində və alt tərəfində, məndə belədir, bəzi telefonlarda bir dənə altda da ola bilər. Bu kolonkaları təmizləməkdir. Yəni ya diş fırçası ilə və yaxud da hər hansı başqa bir əsas odur ki, fırça olsun, onunla təmizləyə bilərsiniz. Diş çöpü ilə təmizləyə bilərsiniz, amma yenə ehtiyatlı olun təmizləyərkən, telefonun kolonkalarına ziyan vurmayın. İçində olan hörümçək torları və yaxud da zirzibillər, ümumiyyətlə nə görsəz orada, onu telefondan kənarlaşdırın ki, onlarda səsin zəif gəlməsinə səbəb olur. Ehtiyatla təmizləsəz, burada zirzibil təmizləndiyinə görə səs səviyyəsi artacaqdır və telefonun ön paneldə olan, yəni telefon danışığı üçün bizim qulağımıza qoyduğumuz hissənin səs səviyyəsini də artırmaq üçün yenə burada da kiçik bir kolonkavari bir şey var. Yaxından baxsaz görəcəksiniz. Məndə bu dəqiqə görünür bu. Bunu da təmizləmənizi tövsiyə edirəm. Yenə bunu da hər hansı bir fırça və yaxud da diş çöpü vasitəsilə təmizləyə bilərsiniz. Çünki telefonla danışdığımız zamanda telefon səsinin az gəlməsinə səbəb ola bilər bu da. Ona görə də bunu da təmizləmənizi tövsiyə edirəm. Və dostlar, Xiaomi telefonlarda buna görə yaxşı bir funksiya var. Yəni kolonkanı ayarlardakı bir funksiya vasitəsilə təmizləyə bilərsiniz. Göstərim gəlin, ayarlara girdiniz. Burada aşağı düşürsüz. Burada əlavə tənzimləmələr deyə bir özəllik var. Bunu tapın və görəcəksiniz ki, burada səs ucaldan təmizləmə deyə bir özəllik var. Bura girdikdən sonra və yazılır ki, səs ucaldanı təmizlə deyə bir şey yazılıb. Üstünə klik etdiyimizdə telefonun kolonkalarından güclü bir səs çıxacaq və həmin səslər kolonkanın içində olan tozu bayıra atacaqdır və bu da kolonkanın təmizlənməsinə səbəb olacaq. Bunu da qoşmanızı və telefonun səsini full etməyinizi tövsiyə edirəm ki, bu da üst və alt kolonkaların tam təmizlənməsinə kömək olacaqdır. Yəni bu da yaxşı bir funksiyadır. İstifadə etmənizi tövsiyə edirəm. Və dostlar, son olaraq bir daha xəbərdarlıq edim ki, Volume Boost proqramında girib birdən bu bölümü artırarsınız, nəzərinizdə saxlayın. Yenidən də qeyd edirəm ki, diqqət edəsiniz. Bunu gətirib belə ikisini də full vəziyyətdə saxlasaz, telefonunuzun kolonkasının cırılmaz ehtimalı ola bilər. Ona görə də ehtiyatlı olun.
İkinci dəfə də dedim ki, xəbəriniz olsun, birdən gedib mənim sözümə qulaq asmayıb onu artırarsınız. Yəni cırılma ehtimalı var. Siz yenə də ehtiyatı əldən verməyin, bu şeyi etməyin. Və dostlar, sizə göstərəcəyim funksiyalar bunlar idi. Bunlarla siz də telefonunuzun səsini artıra bilərsiniz. Bu funksiya işə yaradı yoxsa yaramadı, aşağıda kommentlər bölümündə bizimlə bölüşə bilərsiniz. Aşağıdan kanalımıza abunə olub videoya like ataraq da bizə dəstək ola bilərsiniz. Çox uzatmağın mənası yoxdur. Özünüzdən müğayət olun, sağ olun, salamat qalın.